Özü qıraqda dayanmışdı, biraz qıraqda dayanmışdı. O torpaq düşdü, suyun içine düşdü, o da onunla bir yerdə düşdü. Qusarda bədbəxt hadisə baş verib. 29 yaşlı şəxsi sel aparıb. Hadisə rayonun Gündüzqala kəndində baş verib. Kənd sakini 29 yaşlı Farik Rəsulovu Quruçaya gələn sel aparıb. Onun cansız bədəni bir neçə kilometr aralıda aşkarlanıb. 2 gündür sel gəlib, güclü gəlib sel özü də. Qıraqda dayanmışdıq biz hamımız, baxırdıq da selə, kömək etməyə ehtiyac yox idi. O birinci dəfə sürüşdü, güclə tutub çıxartdıq biz. İkinci dəfə sürüşdü, çatdıra bilmədik. Özü qıraqda dayanmışdı, biraz qıraqda dayanmışdı. O torpaq düşdü, suyun içine düşdü, o da onunla bir yerdə düşdü. Çata bilmədik, o qədər qaçdıq biz, ayağı yalın, hamısı bütün kənd onun dalınca qaçdı, tuta bilmədik də, çox sürətli idi su. Tək oğlu idi, özü subay idi də, toya hazırlaşırdı.